heç atan yoxdur. Sən məhsulları hardan alırsan bu qədər? Bu etik olmayan suallar hardan çıxır cəmaatdan? Hansısa bir insan kiminsə cibinə girmək istəsin. Mən heç anamın maaşını belə bilmirəm. Nənəmin persiyasını heç bilmirəm. Ay, çox ləzzətli deyəm. Mən heç qohumlarımın maaşını belə bilmirəm. Siz nə qədər belə xərcləyirsiniz? Hardandır sizdə o qədər pul? Uşaqlar, mən işləyirəm də ən azından. Yəni, söhbət ancaq bloqdan getmir. Mən bloq qazanc mən sizə dedim ki, yoxdur. Və dedim ki, bloqdan qazananda o barədə deyəcəm. İndi məndə hər şey kontentə gedir.